Bəzi də bunu ola bilər gətirsinlər, məsələn, İmam Hüseyin radiyallahu anhunun Yezdə qarşı çıxmağını gətirsinlər. Hüseyin radiyallahu anh əslən Yezdi tanımamışdı. Yəni Mədinə cəmaatı, Məkkə cəmaatı Yezidin hakimiyyətini qəbul eləməmişlər. Yəni ona beyət eləməmişdilər. Aydındır. Ona görə Hüseyin radiyallahu anh Yezdə itaət eləmirdi. Çünki onlar ümumiyyətlə onun hakimiyyətini qəbul eləməmişlər. Yəni beyət eləməmişlər. Amma beyət eləyəndən sonra əlbəttə çıxmaq artıq haramdır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Vəhabilərdən biri hansı ki Allaha itaat edin, Peyğəmbərə itaat edin və əmir sahiblərinə, özünüzdən olan əmir sahiblərinə itaat edin ayəsini dəlil gətirib, qeyd edirdi ki, hər ölkədə, hər zamanda olan başçıya itaat vacibdir, əmir sahibi sayılır və bu ayə əsasən ona itaat etmək vacibdir. Və biz bilirik ki, bu məsələ bunların Əməvilərin dövründə qondarılan hədislər də meydana çıxıb və heç bir səhabi də bunların dediyi kimi etməyib. Misal üçün, baxırsan Siffeyn döyüşündə səhabilər hakimə qarşı çıxıblar, həmçinin Cəməl döyüşündə qarşı çıxıblar, həmçinin özü də gətirir növbəti hissəsində bəhsinin qeyd edir ki, kimsə İmam Hüseyni aleyhissalam dəlil gətirə bilər ki, İmam Hüseyni aleyhissalam bəs hakimə qarşı çıxıb. Bəs buna nə deyirsiniz? Güya indi bu da öz aləmində cavab verir. Deyir ki, İmam Hüseyin aleyhissalam Yəzidə ümumiyyətlə, İmam Hüseyin və onun mislində olan Məkkədə, Mədinədə yaşayanlar ümumiyyətlə Yəzidə beyət etməmişdilər və ona görə də itaət etmirdi. Amma beyət edəndən sonra deyir ki, itaət etməlisən. Söhbət bundan gedir ki, düzdür, bunlar indi sahabilərdən söz düşəndə deyirlər, xəta eləyiblər də. Xəta eləyibləri bildik. Sizə görə hakimə qarşı çıxmaq olmaz, çıxanlar da xəta eləyiblər. Axı söhbət bundan gedir ki, sən sahabidən ağıllısanmı? Sənin alimlərin Kərbəla hadisəsindən sonra uzaqbaşı icma eləyiblər ki, bəli, bundan sonra çıxmaq olmaz, hər kim çıxdı fitnə fəsada səbəb oldu. Deməli, bu məsələ Peyğəmbərin zamanında, sahabinin zamanında olmayıb. O hədislər ki, qondarmış özünüzdən Peyğəmbərə nisbət vermişsiniz, niyə o hədisləri İmam Hüseyin aleyhissalam məgər bilmirdimi? Muaviyə bilmirdimi, Əmras bilmirdimi, Təlhə Zübeyr bilmirdimi, Ayşə bilmirdimi, müctəhid fəqih adları vermişsiniz bu şəxslərə. Bunlar bilmədilər o ayəni, Ulul Əmr ayəsini bir dənə siz bildiniz və onlar xəta etdilər, siz onlardan belə çıxır ki, ağıllısınız. Baxın, İmam Hüseyin aleyhissalam haqqında danışır, deyir ki, İmam Hüseyin aleyhissalam Yezdə beyət etməmişdi. Ona görə də itaat etmirdi, amma beyət edəndən sonra itaat etmək vacibdir. Bu insanın öz əqidəsindən, öz alimlərinin rəyindən belə xəbəri yoxdur ki, biz inşallah buna çatdıracaq. Baxın, əvvəla sual buradadır ki, İmam Hüseyin aleyhissalam əgər beyət etməmişdisə və Məkkədən Mədinədə bir sıra insanlar beyət etməmişdisə, Şamda olan Məlun Yəzidə, nə haqla bu insan əmir sahibi sayılmalıdır? Biz ona görə deyirik ki, nə baş verdi ki, sidq elədi ki, bu insan əmir sahibidir? Bu insana əmir sahibi demək üçün nə lazımdır? Bunların əqidəsinə görə həl və əqd sahibi, əhlül həl vəl əqd, ağsaqqallar, nə bilim, rəy əhli, elm əhli, neçə nəfər sahabilərdən o zaman və yaxud müasir dövrümüzdə ağsaqqal deyir, elmli insanlar, baş bilənlər hansı ki, onlara müraciət edirlər. Onlar yığılsa birinə səs versələr, lazımdır hamısı bir nəfəri xəlifə əmir seçsin. O insan əmirdir, digərləri ona itaat eləməlidirlər. Niyə görə, nə haqla? Kimdir ki, onlar səs verməklə İmam Hüseyin aleyhissalam da onlara tabi olmalıdır? Bunun dəlili nədir? Hansı Quran ayəsidir bunun dəlili? Hansı hədisdir bunun dəlili? Ona görə də bunlar əmir, imamət mövzusunda qaçıb gizləndikləri mövzulardan biri də budur. Digər mövzuları da elə o cürdürlər. Biz dəfələrlə deyirik də, şirk, təvhid məsələləri, sahabə ədaləti, bu mövzu, gəlsinlər bəhs edək. Baxın, İmam Hüseyin aleyhissalam əgər beyət eləməyibsə, onda sənin sözündən belə çıxır ki, günümüzdə istənilən ölkədə olan müxalifət beyət eləmirsə, prezidenti prezident kimi tanımırsa, seçkilərin saxtalaşdırılmasını iddia edirsə və prezidentə səs verməyibsə, müxalifətdirsə, deməli ona beyət eləməyib də. Beyət eləməyibsə, onda belə çıxır ki, onlar itaat etməyə bilərlər, onlar aksiya keçirə bilərlər. Necə ki, İmam Hüseyin aleyhissalam deyirsən, itaat etmir. Onda bunlar da gərək itaat etməsinlər. Başqa bir məsələ. Bu insanlar o qədər cahildirlər ki, bilmirlər ki, belə deməklə siz İmam Hüseyni nəuzubillah xarici hesab edirsiniz və cahiliyyə ölüsü kimi ölən hesab edirsiniz. Çünki bunların hədisi var Müslimdə, 1848 rəqəmli rivayətdir. Deyir, mən xaraca minət ta'ati və fərəqəl cəmaətə fəmətə mətə mitətən cahiliyyə. Deyir, hər kim itaətdən çıxsa və cəmaatdan ayrılsa, bir nəfər, bir cəmaat, bir dəstə insan seçib Yezidi, Məlunu xəlifə və İmam Hüseyin aleyhissalam itaətdən çıxır və bu cəmaatdan ayrılır, Yezdə itaət eləmir, fəmətə, bu şəxs ölsə,
Mətə mitətən cahiliyyə, cahiliyyə ölüsü kimi ölüb, zəlalət üzrə ölüb. Hətta Bin Baz deyir ki, cahiliyyə ölüsü ölmək yəni nə? Yəni İslamdan kənar ölüb. Binbaz.org saytına müraciət edirik. Burada belə bir başlıq var. Min hadisi men xaraca ani ta'ati və faraqal cemaate və mətə fəmitətuhu mitətun cahiliyyə. Bu başlığı yazsanız Binbaz gəlir bir yerdə ona sual verir. Sin, yəni sual. Mə'nə mitətən cahiliyyə yaxud mitətun cahiliyyə, cim cavab va'idun. Cəhənnəm moduyla hədələməkdir. Cəhənnəm vədəsidir. Alə qeyril İslam yəni. Deyir bu qeyri-İslam üzərində ölməyin vəididir, vədəsidir. Yəni bir insan belə bir iş görsək, İslam üzərində ölməyib. Sual meydana çıxır. İmam Hüseyn əleyhissalam Yezdə beyət eləməyib. Zamanəsini tanımayan insan da deyir beyət eləsə başqa hədisləri var. Zamanəsi imamını tanımayan yaxud boynunda bir imamın beyəti olmayan şəxs, bu məzmunda hədislər var. Özləri də qəbul edirlər bu hədisi. Cahiliyyə ölüsü kimi dünyadan gedir. Onda İmam Hüseyn əleyhissalam beyət eləməyibsə Yezdə onun imamı kimdir? Ya imam özüdür, Yezdin imaməti şər'i deyil, ya da bir imamı olmalıdır. Heç bir kəs də tarixdə İmam Hüseynin başqa bir imamını qeyd eləməyib ki, öz zamanəsində kimsə onun imamı olsun. Yezdə də beyət eləməyib. Onda sizə görə, bu bədbəxt tayfaya görə İmam Hüseyn əleyhissalam onda cahiliyyə ölüsü kimi ölüb. Nəuzubillah. Bu da bunların əhl-i-beytə qoyduqları qiymət. Hansı ki Əlbani belə təsih eləyib ki, Səqələyn hədisində Peyğəmbər deyib, bunlardan yapışsanız azmazsınız. Bir də İmam Hüseyn əleyhissalam. Elə bu mövzunun özü göstərir ki, sizin əqidəniz kökündən batildir. Niyə görə? Ona görə ki, sabah bir nəfər Şamda əgər Yezdə beyət eləyiblərsə, Mədinə zamanı deyər, biz Yezdə beyət eləmirik. Biz başqasına beyət edirik. Məkkə əhli gedib Zübeyrə beyət eləyiblər. Kufə əhli İmam Hüseyn əleyhissalam beyət eləyiblər. Və yaxud sonradan Muxtar Səqəfiyə beyət elədilər. Hərə bir dənə əmir seçər özünə. Sən hansı dəllə əsasən deyərsən ki, yox sizin əmirliyiniz səhih deyil, bunların əmirliyi səhihdir. Hansı dəllə əsasən? Onu da orada ağsaqqallar seçibsə, bunu da burada ağsaqqallar, sahabələr seçiblər. Hansı dəllə əsasən o olar, bu olmaz. Hansı dəllə əsasən Yezid əmir sayılır? Bunların müftüləri Yezid əmirül-müminin hesab edirlər hamısı. Deyirlər beyəti şər'idir, qanunidir. Hansı dəllə əsasən? Hansı Quran ayəsi deyir ki, 5-6 nəfər, 10 nəfər desə ki, Yezid xəlifədir, o möminlərin əmiri sayılır. Hansı dəllə əsasən? İmam Hüseyn əleyhissalam beyət eləməyib buna. İmam Hüseyn əleyhissalam bir mömindir, bir müsəlmandır. Yezid necə möminlərin əmiri ola bilər ki, o möminlərdən biri İmam Hüseyn əleyhissalam və o da Yezdə beyət eləməyib. Hansı Quran ayəsi, hansı dəllə, hansı hədisə əsasən kimlərsə beyət eləsə, o əmirəl-möminin sayılır. Həmçində İmam Hüseyn əmirəl-möminin sayılmalıdır. Niyə? İmam Hüseyn əleyhissalam özü onu qəbul eləmir. Gediblər, sahabələr necə eləyiblər, hadisələr necə baş verib, o cür götürüblər. Ki, Əbu Bəkirə beyət eləndə hamısı icma ilə beyət eləməmişdi. Bir dəstə beyət elədi və salam xilafəti oldu şəri. Ömər həmçinin, Osman həmçinin 6 nəfərlik şurada seçildi və salam oldu xəlifə. Sahabələr necə olub, hadisələr necə cəryan eləyib, götürüblər, o cür düzəliblər yola, qaydalar özlərindən icad eləyiblər. Ona görə də bunların danışdıqları yalandan başqa bir şey deyil. Öz ağıllarınca sonradan baş verən hadisələri din kimi, qayda kimi yazıblar. İmamət bəhsi hazırlayıblar, əmirlik bəhsi hazırlayıblar və kim də etiraz eləsə, bir dəstə insanın Şamda seçdiyi bir şəxsə etiraz eləsə ki, yox, mən onu xəlifə istəmirəm, onda niyə həmin şəxs xəlifə elan edilməlidir? Nə adla onu müftülərimiz əmirül-mümini hesab edir? Ali şeyx onu əmirül-müminindir və digər şeyxlərimiz də. Nəyə əsasən? Və hətta ona qarşı çıxan şəxs də cəhalət ölüsü kimi, cahiliyyə ölüsü kimi ölməlidir. Niyə görə? Niyə görə itaat eləməlidir? Hansısa səhv insanların, səhabilərin qorxudanmı deyim, yaltaqlıqdanmı deyim, pul alıb Yezdə beyət eləyiblər. Niyə görə? Ona görə hamısı Yezdə beyət eləməlidir. Həmçinin İmam Hüseyn əleyhissalam beyət eləməlidir. Beyət eləməyəndə də niyə görə sizin əqidənizə görə həmin şəxs cahiliyyə ölüsü kimi dünyadan gedir? Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.